Xəzər dənizinin Novxanı çimərliyində, yəni Corat qəsəbəsi ərazisində faciə yaşanıb. Belə ki, 4 nəfər dənizdə çimmək üçün məhz bu əraziyə gəliblər. Onlardan ikisi dənizə girərkən bir nəfər qız faciəvi şəkildə həyatını itirib. Digər bir nəfər isə xilas edicilərin köməkliyi ilə sudan çıxarılıb və o həyatını xilas ediblər. Qeyd edim ki, əldə etdiyimiz məlumata görə məhz onlar çimərlik üçün qadağan olmuş əraziyə keçiblər və nəticədə belə bir hadisə baş verib. Faktla bağlı isə hazırda araşdırma aparılır. Saat 4'te olub deyilənə görə. Aha. Bir qız, bir oğlan olubdu. Oğlan, qız ölüb, dəsin oğlan sağ qalıbdı. Yəni nə tər ölüb, onun təsirini bilmirəm. Yəni onda belə çıxır ki, qadağan olmuş əraziyə gedib giriblər də. Yox, o deyilənə görə də buralıqda olub. Bu yaxın ərazidə. Gəlmişlər. Heç uzağa da getməyiblər. Hə, burada olub da beləncəsinə. Dört nəfər idi onlar, 2 qız, 2 oğlan idilər. Aha. Onlardan ikisi çimmədi, ikisi çimdilər. Getdilər xeyli uzağa. Orada da başladılar batmağa. O ikisi də batdı, birini çıxartdılar, birini sonra çıxartdı. Oğlan diri qaldı, qız öldü. Hə, qız batdı dənizdə. Qız batdı, öldü. Amma oğlanı tez çıxartdılar. O digər batan şəxsi xilas elədilər onda. Xilas elədilər onu, tez gəldilər, xilas elədilər. Bəs onlara məlumat verməmişdilər ki, çox uzağa getmək olmaz. Yəni burada. Orada xət var idi, heç kim baxmırdı ona da. Biraz Yəni o xəttə həm məhəl qoymadılar və getdilər. keçmişlər o tərəfə. Təqribən neçə yaşları olardı onların? 22-23. 4 nəfər idilər. 34-dən ikisi çimdi, ikisi çimdi.